Şaha xəbər verdilər, şah evi tikilmişin balası. Başın elə eşi işrətə qarışıbdır ki, öt sənənin altında xəzanəndən də xəbərin yoxdur. Şah gülümsədi. Dedim, mənim yasavullarımın, qaravullarımın, keşikçilərimin, güdükçilərimin gözündən milçək də yayına bilməz. Vəzir dedi, şah o sənin fikrindir. Bu gecə saat 2 radələrində oğru varid olubdu xəzaniyə. Xəzanədə hər nə vardı yığıb, yığışdırıb, silib, süpürüb, şahın rəngi atdı. Az qaldı səhdə eləsin. Vəzir gördü ki, şah dünyasını dəyişə bilər, tez sözü atdı qabağa. Dedi, çöp də apara bilməyibdi. Şahın rəngi özünə gəldi, dedi, o oğrunu gətirin gözümün qabağında cəllad boynu vursun. Dedi, biz oğru görməmişik. Şah dedi, vəzir, mən baş tapmıram. Dediyin nədir? Dedi, şah, gecə saat 2 radələrində bir oğru varid olub xəzaniyə. Nə mənər ki, xəzanədə qiymətli daşlar var idi, hamısını öz dilimiz yığıb bir çuvala, gətiribdi, qoyub xəzanənin düz qapısının ağzına, qapını da açıb qoyub gedir. Şah məətəl qaldı, bu nə işdir? Dedi, bu adamı tapın. Dedi, bir əmannamə yazgınan, şəhərdə carçılar car çəksinlər, bu adam gəlsin, özün təqdim eləsin. Şah ondan işi olmayacaqdı. Görək bu işinin sırrı nədir? Belə də oldu. Bir nəfər gəldi şahın da huzuruna, dedi, şah, gecə sənin xəzanənə girən mənidir. Dedi, bəs xəzanədə niyə heç nə aparmadı? Dedi, mən xəzanədə hər nə ləl, daş, qaş, hər nə vardı, hamısını yığdım, yığışdırdım. Qapıdan çıxanda gördüm ki, xəzanənin o çıxacaq qapısının üstündə bir taxça kimi bir yer var. Orada bir də bir daş var. Dedim, bura xəzanədir, yəqin bu da qiymətli bir daşdır. Ki, əlimə alanda elə hiss elədim ki, bu çox qiymətli bir daşa oxşamır. Olmaya duzdur. Dilimlə bunu yaladım, gördüm duzdur. Və çün o ləhsə mən sənin duzunu daddım, mən sənə xəyanət edə bilməzdim. Şahın çox xoşuna gəldi. Dedi ki, doğrudan da sənin kimi duz çörək bilən oğru 1000 dəfə duz çörək bilməyən doğrudan yaxşıdır. Oxu nəsihətimi sən sətir-sətir, dilindən məclisə səpilsin ətir, qazancını itir, varını itir, amma duz çörəyi itirmə oğlum.